Deməli dostlar, birinci videomuzda biz baxdıq Excel-ə giriş, ilkin anlayışlar, işçi vərəqin adlandırma qaydaları, işçi kitabla müqayisə etdik. Mütləq xana, nisbi xana, düstur sürüşdürülməsi bu kimi məqamlara baxdıq. İndi isə funksiyalarla davam edirik. Deməli, biz öyrənəcəyik 4 kateqoriyada funksiya. Əslində Excel-də 500-dən çox funksiya var. Hər versiyasında da Office proqramlarının bu artmaqdadır. Sadəcə olaraq dövlət qulluğu və magistr proqramında bizə lazım olan funksiyaları öyrənirik proqram əsasında. Riyazi funksiyalardan öyrənəcəyik biz faktorial, absolute, power, product, sum, sum if, statistiki funksiyalardan average, count, count a, count if, max, min, Metin, len, left, right, məntiqi, if, and, or, true, false. Baxın, bu funksiyaların ola bilər ki, yaxşı oxuyan bir tələbə bilə bilər ki, məsələn, average nədir? Ədədi ortadır. Bunların belə deyək də funksiyalarını bilə bilərik. Amma bunların aid olduğu kateqoriyalarda mütləq şəkildə bilməliyik. Həm dövlət qulluğu qəbullarında, həm magistr qəbullarda qarşısına çıxa bilər ki, e, yalnız bunların məsələsini yox, hesablamasını yox, özlərində soruşurlar ki, hansı kateqoriyalara aiddir, bunları bilməliyik. Biz vaxt itirmədən başlayaq riyazi funksiyalarına. Deməli, faktorial. Bu funksiya faktorial hesablamaq üçündür. Daxil edilmiş xanadakı ədədin faktorialını hesablayır. Məsələn, faktorial A6. A6-da 3 var. Deməli, A6-nın dakı xananın, daha doğrusu dəyərin faktorialını hesablayacaq. 1 vur 2 vur 3, 6. Sonra faktorial B3. B3 baxıram ki, boş xanadır. Boş xana faktorialda 0 kimi qəbul edilir. Məsələn, elə funksiya var ki, heç boş xananı saymır. Amma faktorial onu 0 kimi qəbul edir və 0 faktorial 1-ə bərabərdir. Sonra faktorial S7 düsturu cavab yenə 1 olacaq. Baxırıq görürük S7-də nə var? False. False Excel-də məntiqi kəmiyyət olaraq 0-dır. True 1-dir. İndi S7 false 0 olduğu üçün 0 faktorial yenə 1 olacaq. Sonra faktorial A4. A4-də baxıram ki, true var. True da 1-ə bərabərdir. 1 faktorial 1-dir. Faktorial A3. Bax, deyirik riyazi funksiyadır, düzdürmü? Riyazi funksiyada ədədlə işləyir. Yəni, ədədlərin faktorialını tapmaq mümkündür. Amma burada A3-də dırnaqda 5-dir. Dırnaqda 5 mətn tipli verilən sayılır və əgər sən ədəd tipli verilən funksiya, ədəd tipli ilə işləyən funksiya mətn daxil etsən, təbii ki, value dəyər xətası verəcək. Və yaxud da düzgün dəyər istifadə edirsən, amma məsələn mənfi ədəd istifadə etmirsən. Mənfi istifadə edəndə C2 sənə number xətası verəcək. Düzgün dəyərdir, amma düzgün ədəd deyil. Faktorial üçün. Sonra faktorial funksiyasına diapazon daxil etmək mümkün deyil. Diapazon daxil edəriksə value xətası verər. Faktorialla bağlı qarşımıza çıxa biləcək maksimum məqamlara baxdıq. Növbəti funksiyamız absolute modul. Ədədin modulunu çıxardır. Riyaziyyatdan bilirik biz bunu. Mütləq qiymətini, yəni mənfini müsbətə çevirir. Absolute C2. Mənfi 9 oldu, müsbət 9. Sonra absolute A4 1-ə bərabər olacaq. Deməli, bu da true-nu false-u tanıyır. Heç elə funksiya var ki, true false-u tanımır. Verəcək 1. Absolute B4 verəcək bizə value xətası. Çünki bu ədədin modulunu çıxardır. B4-də də Excel yazılıb. Bu da mətndir. Məsələn, mətn fraqmentidir. Mətn fraqmentidir. Bunları daxil edəriksə, bizə value xətası verər. Absolute funksiyası. Növbəti funksiyamız power-dir. Power ingiliscədən qüvvət deməkdir. Elə qüvvət olaraq da yadınızda qalsın. Çünki bu funksiya ikinci veriləni birincinin qüvvətinə yüksəldir. Yəni, sən daxil etmirsən 2, 3, 2 olur əsasda, 3 qüvvətdə. 2-nin üstü 3. İndi power-də də yenə power B2, A4. B2-də nə var? 8, A4-də var 2. 8-in kvadratı 64. Sonra power S3, S4. S3-də var 11, S4-də var 0. 11-in üstü 0 mənə verəcək 1. Ədədin üstü 0 bizə 1 verir. Power B4, B6. B4-də var true, B6-da var false. True 1-dir, false 0. 1-in üstü 0 mənə verdi 1. Power A4, S1.
A4'də var 2, S1-də var -3. 2-nin üstü -3, o da 8-də 1 mənə verəcək 0,125. Hər ehtimal. Power S6 A3. S6-da baxaq görək nə var? S6 A3. Baxsan ki, dırnaqdadır 5. Yadında qalsın. Dırnaqda verilən istənilən ədəd mətn tipli sayılır və sən düzgün dəyər istifadə etmiş olmursan. Yəni 6-nın üstünə məsələn 0 ola bilərdi burada, istənilən bir ədəd ola bilərdi, amma dırnaqda verildiyi üçün artıq o mətn sayılır. Ədəd sayılmır. Diqqətli olmaq lazımdır. Diapazon daxilində təbii ki. Cədvəlin içində sən onu vergüllə yazmısansa, vergül demək dırnaqla. Deməli bu nədir? Mətndir. Elə vergüllə də yazsan mətn sayılır. Sonra Power funksiyasına diapazon daxil etmək olmaz. İki dənə ayrı-ayrı müstəqil xana daxil etməliyik. Müstəqil xana anlayışını birinci dərsdən bilirsiniz, birinci videodan. Diapazon bildirir xanal diapazon aralığı, yəni xanaları, vergül də bildirir müstəqil xanaları. Diqqətli olmaq lazımdır. Sonra product. Product isə daxil edilən verilənlərin hasilini tapmaq üçündür. Məsələn, product 4, 5, 6 mənə hasilini verir. Burada da yenə product A2, A5. Vergüldür, müstəqil xanalardır. A2-də 2-dir, A5-də 5. Vurdun, sənə verdi 10. Yəni hasilə hesablayır bir sözlə. Product A1, B2. Bax, qoşa nöqtədir. Sən qoşa nöqtəni artıq birinci videodan bilirsən ki, qoşa nöqtə diapazondur. Gəlirəm diapazonun birinci xanasını seçirəm. Bir də sonuncu xanasını, B2. Gəldin, diapazonu fərqləndirirsən. Bax, burada artıq məqam dəyişir. 6-nı vurursan 2-yə, onda 8-ə 96. Bəs deyərsən bayaq boş xananı biz 0 hesablamışdıq axı. Elə funksiya var idi. Productda biz onu hesablamırıq. Çünki onda funksiyanın belə deyək də işləvi funksiyası bizim işimizə yaramaz. Bəlkə elə diapazonda boş xanam var. Ona görə diapazondakı ədədlərin hamısı hədər gedəsi deyil ki, mən oradakı ədədlərin hansını hesablamaq istəyirəm. Ona görə də bu boş xanaları nəzərə alınmır. 0 kimi hesablanmır. Sonra product A1, B2, B4 vergüllə ayrılıb müstəqil xanalardır. A1-də 6-dır, B2-də 8-dir, B4-də isə baxırsan ki, false-dur. İndi bəs bunu nəzərə alırmı? Almır. False-a düzdür, sən 0 demisən. Amma onu xana daxilində nəzərə almır. Gərək sən onu şərtdə daxil edəsən. Product A1, B2. İndi A1-də var 6, B2-də var 8. False-dakı məntiqi kəmiyyətdir də Excel-də, 0-dır. Ona görə də şərtdə daxil edilibsə götürürsən mütləq şəkildə. Şərtdə verilməyibsə götürmürsən. İkinci bir sual yaranır. Bu şərtdəki false, bu false-dur? Xeyr. Bu false Excel-in məntiqi kəmiyyətidir, hər ikisi. Amma şərtdə verilən false başqadır. Yəni şərtdə ayrıca verib ki, sən bunu hasilə daxil elə, hesabla. O da false 0-a bərabər olduğu üçün buranda sənə verəcək 0. Sonra diapazon daxilində ədəd tipli olmayanlar hesablama zamanı nəzərə alınır. Yəni məsələn burada baxmayaraq ki, true 1-dir, false 0, onu nəzərə alınmayacaq. Amma şərtdə veribsə nəzərinizdə olsun ki, mütləq şəkildə hesablanır. Sonra sum bilirsiniz ki, məlum məsələdir ki, toplamadır. Məsələn, sum A1, A4, C4, D5. Verilən ədədlərin hamısını toplayırsan. A1-də var 6, A4-də var 4, C4-də var 7, D5-də var 9. Topladın, sənə verir 26. Sum A1, B1, C1, bir də true. Sən verilənlərin hamısını toplayırsan. A1-də 6-dır, B1-də boşdur, C1 0-dır. Bir də true verib şərtdə. True da 1-ə bərabər olduğu üçün biz onu üzərinə 1 gəlirik. Sonra sum A3, D5. Artıq burada diapazondur. A3, D5. Gəldin, daxil elədin. Diapazonu seçdin. İndi hamısını toplayasın. 3, 4, 7, 9 və 5. Dediyim kimi bu 5 nəzərə alınmır, çünki dırnaq daxilindədir və mətn fraqmentidir. Sonra sum A1, C4 diapazonu. Bax, A1, C4 diapazonu. Diapazon fərqləndirdin. Gəlsən. İndi burada A1, C4-ün hamısını toplayırsan, axırda da üstünə 5 gəlirsən. Nəyə görə? Şərtdə sənə dırnaq içərisində verib ki, 5-i də axırda mən sənə dəyər kimi vermişəm, topla.
Bu 5 değil. Bu sadece olarak şərtin bizə dırnaq arasında sintaksisə uyğun olaraq dırnaq verilib ki, şərtin sintaksisinə bunu topla əlavə olaraq. True və false dəyərləri funksiyanın şərtində verilməyibsə, mütləq şəkildə hesablama zamanı nəzərə alınmır. Funksiyanın şərtində verilən əlavə dəyərlər cədvəldə verilməyibsə belə hesablama zamanı nəzərə alınır, hansı ki bu 5 kimi. Növbəti riyazi funksiyamız gəlir sum if. Sum bilirsiniz, toplamaqda if də şərtdir. Yəni şərtə əsasən toplama əməliyyatı həyata keçirsən. Deməli, sum if A1 D5 diapazonu. A1-dən D5-ə qədər diapazonu seçirsən. Seçdin, gəlirsən, demək olar ki, bir dənə sonuncu sətr qalır da kənarda. Seçdin diapazonu. İndi burada ondan kiçikləri toplamalısan. 8, 3, 0, -3, 2, bir də 3. Diqqətli olmaq lazımdır. 26 bizə lazım deyil, çünki ondan kiçik deyil. Onu da toplayanda sənə verəcək 13. Sonra indi yoxlama suallarına gəldik. Baxın, bir balaca təsnifata qaydaq. Təsnifatdan artıq faktorial, riyazi funksiyalar, absolute, power, product, sum və sum if bitdi. Növbəti gələcək artıq statistiki funksiyalar. İlk olaraq bir balaca yoxlama suallarına baxaq. Deməli, power B2, B7 bərabərdir. Görək nə olacaq. Deməli, B2-də var 45, düzdürmü? 45. 45'in üstü B7. B7'de de var boş xana. Ha, demiştik ki boş xana nədir? Power'də sıfırdır. O da mənə verəcək 1. Sonra növbəti sum A1 S7 bərabərdir. Deməli, A1-dən S7-yə diapazonda bütün verilənlərin hamısını toplayacağıq. Deməli, 8, sonra 5, 22, 9, -5, yalnız ədəd tiplilər. Bir də -6. Sonra o da bizə verəcək 74. Hamısını toplayırıq. 45, 22, yadımdan çıxmışdı bunlar. Sonra sum if A1 D7. Yəni bax bütöv cədvəldən gedir söhbət. A1 görsən D7. Burada sıfırdan kiçikləri toplamalısan. O da sənə verəcək -11. Bu diapazonda sıfırdan kiçiklər hansılardır? Biri -6-dır, biri də -5-dir. Sonra product S1 D7. S1 diqqətli olmaq lazımdır ha diapazonda. D7. Product bilirsən ki vurma idi. Və ədədlərin hamısını bir-birinə vurursan. 5, 2-ni götürə bilmərik, yanında dırnaq var. 9, 5 və 9-un 45, onu da vurdum -5-ə, -225. Sonra faktorial A3 verəcək sənə number xətası, çünki mənfi dəyər istifadə etmirsən. Məsələn, false yox. Məsələn, bu A2-ni istifadə eləsəydin, Excel 2019 və yaxud da C4-ü mətn tipli, bu sənə verəcəkdi value xətası. Value. Sonra product A1 D7. Product A1 D7 nədir product? Vurmaqdır. Baxsan ki A1 D7 sən diapazonu bir-birinə bütöv vursan, diapazon daxilində mütləq şəkildə bir dənə də olsa 0 var. Və sənə cavab nə olacaq? 0. Və təsnifatda dedik ki, baxırıq növbəti olaraq statistiki funksiyalara. Statistiki funksiyalarla davam edirik. Deməli, average funksiyası. Average ədədi orta deməkdir. Ədədləri toplayıb, topladığın ədəd qədər sayını bölürsən. Yenə vergül var, müstəqil xanalardan gedir söhbət. A1 ilə B1-i toplayırsan, bölürsən 2-yə, sənə verir 7. Və yaxud average A1, B1, true, bir də 5. A1, B1, 6 ilə 8, sonra true 1-ə bərabərdir, daxil edilibsə əgər şərtə, bir də 5, əlavə sənə dəyər verilib dırnaqda, onu da toplayırsan, böldün 4-ə, sənə verdi 5. Average A1 S3 diapazonu. Yenə bu səfər diapazondadır, diqqətli olmaq lazımdır. A1 S3 diapazonu. Gəldin, diapazonu fərqləndirirsən, A1 S3.
Deməli, 6, 5, 8, 5. 4 dənə dəyərdi, topladın, böldün 4-ə, sənə verdi 6. Sonra növbəti funksiyamız countdur. Count ingiliscədən saymaq deməkdir. Statistiki bir funksiyadır. Məsələn, count magister 3, 8, Excel 55, 11, 5 sənə nə verəcək? 5. Çünki count yalnız ədəd tipli xanaların sayını müəyyən edir. 1, 2, 3, 4 və 5. Gördüyünüz kimi. Sonra, məsələn, count A1, D6 diapazondur da A1, D6. Bu diapazonda sayır, sənə götürür 6 cavab olaraq. İndi sual yaranır ki, mən bu diapazonu fərqləndirdim. Belə. A1, D6. Amma diapazonda 1, 2, 3, 4, 5 dənə ədəd var. Bu niyə 6 oldu? Bu da ədəddir. Eksponensial ədədlər. Eksponensial ədədlər scientificdir Excel-də. Bu o deməkdir, 3 vurulsun 2-nin üstü mənfi 9. Bu şəkildə. Sonra növbəti count A1, A3, B5, D6. Bu ədədi sadəcə olaraq dediyim kimi xanada yer çatışmadıqda daha böyük bir ədəd olanda bu şəkildə yazır. Count A1, A3, B5, D6. A1-də 3-dür, A3-də truedur, B5-də 16-dır, D6-da isə informatikadır. Demişik, yalnız ədəd tipli verilənlərlə işləyir və 2 dənəsini sayacaq, ədəd tipli olanları. Count A1, B5 diapazonunda say A1, B5 diapazonunu fərqləndirək. Bax, A1, B5. Gəldin, fərqləndirdin. İndi diapazonu sayırsan. 1, 2, 3. Bəs cavab niyə 4 olub? Sonra bir dənə də mötərizə açıb. Deyib ki, 12-ni də say. 10 da sayılın oldu 4. Yəni sənə əlavə şərtlərə dəyər verirsə onu saymalısan. Sonra növbəti dəfə gəlir count A. Count A funksiyası ingilis dilində all sözündən götürülüb. Bütün dolu xanaları sayır. Yəni artıq burada nə ədəd, nə işarə, simvol və s. Yəni xanaya bir dənə nöqtə də olsa düşübsə, o xananı sayır. Count A, A1, A3, B3, D6. Hamısında məlumat var, yəni verilən var. Mütləq şəkildə baxmır ki, mətndə ədəddir. Hər şeyi sayır. D6. Ha. Burada bir balaca sıxıntı var. Bir saniyə. D6-ya mən sizə material göndərəndə gərək bir dənə verilən daxil edim. Ola bilsin ki, informatikanı mən burada sürüşdürmüşəm şəklini çəkəndə. Ona görə. Ya da ki, bunu dəyişək, D5 eləyək. Bir saniyə. Yerindəcə düzəldək onu. D5. Vəssalam. Düzəldi. Sonra A1, D6. A1-dən D6-ya. Yenə 11 götürüb biz bunu deməli A1, D6 diapazonu fərqləndiririk. 11 dənə doluxana olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11 dənə doluxana var. Gördüyünüz kimi. Sonra bunlardan biraz fərqli, biraz da geniş olan count if. Count if-də sənə şərt verir, kriteriya. Şərtə uyğun sayırsan. Məsələn, deyir ki, A1, D7 diapazonunda A1, D7 diapazonu, yəni cədvəl deyir ki, bütöv götür. Bu cədvəldə 7-dən böyük olan ədədləri say. Baxırsan ki, bu cədvəldə 7-dən böyük bir dənə 8 var, bir dənə 45 var, bir dənə də 65 var. Olur 3 dənə. İkinci sual gəlir. Bəs bunları nə zaman sayır? Count if şərt daxil, necə bir şərt daxil etməliyəm ki, bunu da saysın mənə. O zaman sən gərək onu şərtdə mətn kimi tanıdasan. Şərtdə mətn kimi tanıtmaq üçün qarşısına bərabər ulduz ikisində eyni anda istifadə edirsən ki, xanada xananın qiyməti bərabərdir. Ulduz şablonlardır bizim istifadə etdiyimiz əməliyyat sistemlərində. Verirsən ki, bu mətn tiplidir. Artıq görürsən 2 dənə götürür cavab olaraq. Bunu özünüz də Excel-də yoxlaya bilərsiniz. İndi onu bizim vaxtımız yoxdur. Belə yazıb yoxlaya bilərsən. Belə bir cədvəl qur. Belə yazsan 7-ləri
bu şəkildə və bunu mənimsətsən, o mütləq şəkildə e, həmin xanaları sayacaq mətn tipli. Amma yox, sırf 7-dən böyük ədədləri istəyirsənsə, bunu daxil etsən kifayətdir. Sonra count if B1 D4 B1-dən D4 diapazonuna qədər hansı xanadakı məntiq yazılıb o xanaların sayını de. O da bir dənə xanada məntiq var və nəticəsi olacaq 1. Bu şəkildə. Sonra count A1 D7. Yəni bax bu bütöv cədvəldə A1 D7 diapazonunda boş xanaların sayı deməkdir. Boş xanaların sayını tap. 1, 2, üzr istəyirəm. 2, 3, 4, 4. 4 dənə olacaq. Nəyə görə mən bu şəklini dəyişəndə sizə 2 dənə əlavə söz daxil eləmişdim. Ona görə 4 dənə oldu. Amma biz 6 qeyd eləmişik. Onu da düzəldək elə. Deməli, 4 dənə xana boşdur. Boş xanaların sayı. Deməli, 4 dənə. Sonra gəlir nə? Count if A1 D6 Y-dən kiçik bərabərlər. İndi belə bir maraqlı məqam var. Diqqətli olun. Baxın, Excel-də diapazon daxilində istənilən hərf olsun, E, F, C, istənilən hərfi daxil elə, istənilən işarə E-dən kiçikdir. Yəni bax, A1, D6 diapazonu çəkirəm. İstənilən işarəli bir verilən simvollu. Hərfdən kiçikdir. Bax, indi bunun cavabı niyə 7-dir? Özünüz yoxlaya bilərsiniz. Belə bir şey daxil edib. Bax, bu dırnaqdadır. Bunu simvol kimi tanıyır. Bunu da 1, sonra bunu da 3, sonra 4. Bəs cavab niyə 7-dir? 4 dənə bunlar sayıb. İndi keçirsən artıq hərflərə. Rəqəmləri təbii ki götürmür. Rəqəmlər kiçik deyil. Onu saymır. Deməli, burada sayacaq count-u, bir də avqustu. Nəyə görə? Əlifbada Z-yə yaxınlar böyüklərdir, A-ya yaxınlar kiçiklərdir. Ona görə də bunlar A-ya yaxındır. Count da avqustda. Bəs deyərsən bərabər işarəsi var. Deməli, bunu niyə götürmür? E-ni götürəcək, amma sözü götürmür. İşləmə prinsipi belədir. Baxmayaraq ki, elm E ilə başlayır və bu bərabər deyil, sözü götürmür, amma hərfi götürür. Deməli, istənilən hərf daxil edilərsə, ondan kiçiklər biz bunları götürə bilərik. Məsələn, böyükdür 7, ət işarəsi, dırnaqda və bu şəkildə. Həm də əlifbada baxmalıyam ki, hansı söz E-dən kiçik, yəni A-ya yaxın hərflə başlayır. Baxıram ki, bir dənə countdur, bir də avqust. Hə, bərabər işarəsi olduğu üçün E hərflərini götürür, amma elm sözünü götürmür. Yəni E ilə başlayan sözlərin heç birini götürmür, diqqətli olun. Və count A1 S7. A1 S7 diapazonunda S7 deyir, bura qədər. True olanlar say. True da 2 dənədir. Biri buradadır elə, biri də burada. Olacaq cavabı 2. Count if dediyim kimi biraz geniş funksiyadır. Bəzi şərtlər var ki, onları bilməsən cavabın səhv ala bilərsən. Sonra növbəti funksiya max-dır. Ən asanlarından biridir. Yəni maksimumu tapırsan, böyük olanı. A1-də 3-dür, B3-də 87-dir, C4-də deməli 3-dür. Böyük olan nə olacaq? 87. Sonra maksimum deyir ki A1 bir saniyə A1 A5 bir də 48 verib ki, bunu da müqayisə elə. Hansı maksimumdursa onu daxil elə. 48. Sonra maksimum A1 S5. A1-dən S5-ə maksimum 121-dir böyük olan. Minimum da bunun tərsidir də minimum olanı götürür. Kiçik olanları. Məsələn A1, B3, C3 ən kiçik olan hansıdır? -3 C3-də. Sonra minimum A1, B5-də A1, B5. Burada görsən mənfi dəyər yoxdur. Artıq sən ən kiçiyi götürməlisən. O da sənə verəcək 3. Minimum A1, C4, bir də -4. Ən kiçik hansı olacaq? A1, C4-də baxsan ki, ən kiçik -3-dür. Ondan da ən kiçik dəyər veribsə şərtdə.
Onda götürsən -4 elə. Şərtdə verəm. Belə. Sonra bu funksiya daxilində hər ikisinə şərt daxilində mətn tipli verilən true və yaxud da false daxil edilərsə, nəticə nə olacaq? Value xətası olacaq. Sonra gəldik çatdıq mətn tipli funksiyalara artıq gedib təsnifata baxsaq, deməli, burada mətn tipli funksiyalar len, left, right. Baxaq. Deməli, len, length uzunluq sözündən götürülüb ingilis dilindən. Xanadakı verilənin uzunluğunu ölçür, simvol sayının. Məsələn, len informatika şərtdə daxil eləmişəm. İnformatikada 11 hərf var, 11 olacaq. Bəs yaxşı, len B4 niyə 13-dür? Len B4-də baxırsan ki, informatikada 11 hərfdir, amma 13-dür. Xana daxilində dırnaqlar da sayır, 2 dənə əlavə. Deyərsən, burada niyə saymadı? Bu şərtin sintaksisidir, burada niyə saysın ki? Amma xana daxilində sayır. Sonra len B2 14. B2-də baxsan ki, dövlət qulluğunda 13 dənə simvoldur, amma aradakı probel də sayır, olur 14. Len A1 7. Magistrda 7 dənə hərf var, olacaq 7. Bir də sual gəlmədən mən bunu sizə izah edeyim. A5 ədədlərin də uzunluğunu ölçür. 4 dənə rəqəm var, onu da ölçəcək ki, 4 dənə rəqəm var uzunluq olaraq, yəni simvol var. Növbəti mətn funksiyamız write. Seçilmiş xanada şərtdə qeyd edilmiş rəqəm qədər sağdan simvolları seçir. Write B4 5. Yəni bax B4-də informatikadır. Sağdan 5 dənə simvol ayır. 1 2 3 4 5. Deməli olacaq tika dırnaq. Və yaxud da write D2 3. D2-də nə var? D2-də yox. Əslində D3 3 olmalı idi. Bir saniyə, bunu dəyişək. Şəkilləri dəyişmişəm, ona görə bir balaca sıxıntılar var suallarda. Yəni 3. Aha, indi düzəldim. Deməli, right D3 3 olacaq. Deməli, sağdan 3 dənə 0 19. Sonra left funksiyada yenə right'ın tərsidir, soldan ayırır. Bax left A1 3. Soldan 3 dənə. Və yaxud da left B2 6. Yəni B2-də soldan 6 dənə ayıranda olur dövlət. Bu şəkildə. Ən asanlarından elə demək olar ki, mətn tipli verilənlərdir. Həm asandır, həm də maraqlı. Mətn tipli funksiya. Və son olaraq təsnifata keçsək, gəldik, çatdıq məntiqi if, and, or, true və false. Deməli, if funksiyası ilə başlayırıq. Baxın, ifin işləmə prinsipi dövlət qulluğunda, magistrda ən çox düşən funksiyalardan biridir, diqqətli olun. Logical test verilir. Əgər test düzdürsə, dəyər 1 hesablanır, əgər səhvdirsə 2. Yəni, baxın, burada logical test budur. Bax, bu məntiqi testdir. Bu value 1-dir. Bu da value 2. İndi əgər test düzdürsə, şərt. Mən bunu götürəcəm, hesablayacam. Səhv olanda da bunu hesablayıram. Şərtə baxıram. Sum A1 B4. A1 B4. Gəldin. Buradakı ədədləri toplayanda 19, 28, bu da sənə verəcək 35. 35 40-dan böyükdür. Deyirsən ki, böyük deyil. Deməli, şərt səhvdir, logic test. Onda nəyi hesablayasın? Power C2, A3. C2-də 8 var, A3-də 2 var. Power nə idi qüvvət? Yəni 8-in kvadratı. Bu şəkildə. Bəs yaxşı, şərt əgər düz olsa nə olardı? Düz olsa right D1 hesablanardı. Yəni cavab right D1 olardı. D1-də sağdan 1, 2, 3, 4 dənə. Yəni siyah olardı. Əgər düz olsaydı. Amma səhv olduğu üçün mən ikincini götürdüm. Mütləq şəkildə. Bir də təkrarlayıram. If-də şərt düzdürsə birincini hesablayırsan, cavab olaraq onun cavabını götürürsən. Yox, əgər səhvdirsə ikincini hesablayıb cavab olaraq onun cavabını götürürsən. Sonra gəlir növbəti funksiya and funksiyası. Deməli, and-də sənə şərtlər verir. Şərtlərdən, deməli, verilən şərtlərdən hamısı düzdürsə, nəticə true olur. Bu o deməkdir ki, bu funksiyada mən cavab olaraq ədəd almıram. Cavab olaraq ya true alacam, ya false. Baxın.
Excel-də or və and funksiyaları bizim öyrəndiyimiz təbii ki proqramda olan bu funksiyaların cavabı ədəd olmur. Yadınızda qalsın ki, bu məsələlərdə sizin köməyinizə çatacaq. Heç elə məqam olar ki, heç bunu hesablamalısan. Bilərsən ki, sənə ədəd tipli verilən lazımdır məsələ daxilində. Ona görə də əndi hesablamırsan ki, bunun nəticəsi true olacaq. Nəticəsi ya true olur, ya false. Ənddə necə işləyir? 3 dənə şərt verir, məsələn, və yaxud da deyəlim 10 dənə şərt olsunlar. Şərtin hamısı düzdürsə, nəticə truedur. Yox, bircə dənəsi də olsa səhvdirsə, nəticə false-dur. Bax, indi gəl şərti yoxlayaq. Sam A1 C3. A1-dən C3-ə qədər. Gəldin A1 C3. Gəldim bura. Buranı toplayırsan. A1 C3. 7 2 9. Bu da 8 17. 17 14-dən böyükdür. Deyirsən hə. Deməli bu şərt düzdür. Sonra left B2 4. B2-də nə var? Tələbə. Tələbəni soldan 4 dənə ayıranda indi öyrəndik. Tələb olurmu? Deməli düzdür. Sonra B4. B4-də nə yazılıb? 9. 9 28-dən böyükdür, daha doğrusu kiçikdir. Bəli, düzdür. Deməli nəticə nə olacaq? True. Amma bax, axırda şərtin biri də olsa səhvdirsə, burada şərtin biri səhv olacaq axırda. C2, C2-də nə yazılıb? 8. 8 28-dən böyükdür. Xeyr, böyük deyil, səhvdir. İlk iki şərt düzdür, amma sonuncu səhv olduğu halda nəticə olur false. Fərqi yoxdur. İstəyir 10 dənə şərt olsun. 9-u düz, biri səhvdirsə, nəticə mütləq şəkildə false olur. Sonra or. Orada amma tərsinədir. Orada da bir dənə true bəs eləyir ki, nəticə true olsun. Bax, A3 C4 diapazonu. A3-dən C4 diapazonuna qədər götürürsən. Topladın. 2, 17, 9, 22. 14-dən böyükdür. Böyükdür. Len A5 8. A5-də kompüterdir. 8-dir. 8-dir. Sonra B4 5-dən. Baxaq görə B4-də nə var? 9. Kiçikdir. 9 5-dən kiçikdir. Kiçik deyil, yanlışdır. Amma bircə dənə də olsa true varsa, nəticə true olur. Sonra burada da yenə funksiya daxilində ilk bütün şərtlər səhv olduğu halda nəticə false olur. Əndin tərsidir. Necə ki, ənddə hamısı düz olanda nəticə true olmurdu. Burada da hamısı səhv olanda nəticə false olur. Bu şəkildə. Əndə bir dənə səhv bəs eləyir ki, nəticə false olsun. Ora bir dənə düz bəs eləyir ki, nəticə true olsun. Növbəti funksiyamız true false bilirik. True 1-dir, false 0-dır. Not funksiyasıdır. Not da inkar edir. Yəni vəziyyətin tərsi. Bax 4 7-dən böyükdür. Böyük deyil. Nəticə nə olmalıdır Excel-də? False olmalıdır. Yəni yanlış, amma true edir. False-u true edir, true-nu false. Və yaxud da burada A4 B2-dən kiçikdir. Nəticə true olub. Amma əslində nəticə false olmalı idi. İndi deyərsən A4-də məntiq sözüdür. B2-də magistraturadır. Bəs yaxşı. A4 məntiq magistratadan böyükdür. Bəli, böyükdür. Nəyə görə? Baxın, birinci hərfləri eynidir. Məntiq, magistratura eynidir. Müqayisə eləyəndə necədir? İkinci eynidirsə, daha doğrusu birinci eynidirsə keçir ikinciyə. Mən də dedim axı bayaq. Z-yə yaxın olanlar böyüklərdir. A-ya yaxın olanlar kiçiklərdir. İndi A-ya yaxın burada elə A-nın özü kiçikdir. Z-yə daha yaxındır. Ona görə də əlifbada Z-yə nə qədər yaxındırsa, hərf bir o qədər böyükdür. Və məntiq magistratordan böyük olduğu üçün nəticə false olmalı idi, amma not onu true elədi. İstənilən nəticəsi false və yaxud da true olan funksiyanı cavabın not tərsinə çevirir bu şəkildə. Sonra düsturların sintaksisi yalnız bir xanaya aid ola bilən funksiyalar absolute, len,
faktorial, bunlar düşə bilər, diqqətli olmalıyıq. Bir də dövlət qulluğunda ən çox tez-tez düşən suallardan riyazi ifadələrdir. Əməliyyatların riyazi ifadələrdir. Məsələn, qüvvətdir, düşüb, vurmadı, üstə gəldi və yaxud da ki, manual düsturlarda göstərir ki, bu aşağıdakı düsturu Excel-də necə yazmaq olar? Bu işarələri bilməlisən ki, sən istifadə etməyi orada cavablarda işlədə bilərsən. Belə. Sonra gəldik, çatdıq artıq funksiyaların sonuna. Bir dənə baxacağıq Excel-də xətalar. Məsələn, DS xətası nə zamandır? Divide 0. Deməli, Excel-də hesablamanın və yaxud da ki, daxil etdiyimiz ədədin eni xananın eninə kifayət etmədikdə yaranan xətadır. Gəldim. Bax, burada istənilən bir xana daxilində ədədləri daxil edirəm. İndi, bu nəyə görə belə oldu? Eksponensialdır. Homelet tabını keçəndə görəsiniz. General formata saldım. Yəni, İndi mən bunu bu şəkildə kiçildirəm. Gördüyünüz kimi DS xətası xananın eni çatmadıqda baş verir. Sıfıra böləndə divide 0, düsturda sıfıra bölməyə cəhd olunanda, name xətası düsturun adı səhv göstəriləndə olur. Məsələn, gəldim, bərabərdir. Məsələn, bayaqdan düsturlar öyrənirik. Count yazıram. Count. If yazmaq istəyirəm, i-ni yox, f yazıram. Onda name xətası verir ki, düsturun adında nəyisə səhv yazmısan. Number xətası bayaq baxdıq. Düsturda düzgün olmayan və yaxud həddindən böyük və ya kiçik ədəd daxil edərkən bu xəta yaranır. Sonra value düsturda ədəd istifadə etməli olduğun yerdə mətn istifadə edirsənsə, bu sənə value xətası verir. Referensdə istinad pozularkən mövcud olmayan xanaya istinad edərkən yaranan bir xətadır. Bu qədər də Excel-in birinci hissəsindən biz baxdıq funksiyalara və bəzi klaviatura qısa yolları, diapazon doldurulması və s. Yekunlaşdı artıq birinci dərsimiz. İkinci dərsimizdə fayl menyusunun fərqli hissələrinə və Homelet tabına baxacağıq.